Əslində bizim ətrafımızda olan insanlar, gedək soruşaq, bəzən soruşursan, qonşular tövhid bilmir, biz günahkarıq. Qohumlar tövhid bilmir, biz günahkarıq. Sinif yoldaşlar tövhid bilmir. Qrup yoldaşlar tövhid bilmir. Nə oldu daha? Nə bilim, qohumlar, qonaqlar tövhidi bilmir. Nə oldu? Hanı dəvət bəs? Hanı insanlara çatıb hər şey? Yox, çatmayıb. Qardaşlarımız var, yoxsa şirk edir. Olur elə. Deməli, günah bizimdir. Dəvət etmək lazım. Dəvət məqamında yumuşaq olmaq lazım. Bax, Allah Resulü sallallahu aleyhi ve sellem axdır. Deyir ki, yəssiru və lə tuassiru, bəşşiru və lə tunəffiru. Deyir ki, müjdəliyin, nifrət elətdirməyin. Muaz radiyallahu anhu namazdan çıxıb işi üçün gedən kişi haqqında dedi, zəlikə münafiqun. O münafiqdir. O kişi şikayət edir Allah Resulü sallallahu aleyhi ve sellemə. Allah Resulü sallallahu aleyhi ve sellem Muazı danlayır, o kişini yox. Deyir ki, əfəttənun əntə ya Muaz, ey Muaz, sən fitnəkarsan mı? İnnə minkum münəffirin. Deyir, sizdən nifrət elətdirənlər var. Sizdən dinə nifrət elətdirənlər var. Kim ki dinə insanları nifrət elətdirir, o cavab verəcək Allaha.